Herkese selam, ben Yusuf Cevzede. Yeni bir olimpiyada sualı ile daha karşınızdayım. Bu sualda ise deyir ki 3 daha üstə gəlir 2 daha 35 olarsa A neçə olar? Bu sual əslində rahat sualdır. Yəni A'nın yerinə müxtəlif rəqəmlər qoyaraq 35 ala bilərik. Amma yəni bizə riyazi üsulla tapmamız deyirsə, məsələn, hansı olimpiyada tutuşursa onda mən də indi dediyim, yəni indi yazdığım üsulla getməliyik. Gəlin bunu ən birinci 3 A-nı yaza bilərik. 3 A üstü 1 kimi. Çünkü elə A üstü n üstü n bərabərdə A üstü n vur n. Yəni A'nı da 1'ə vuranda A eləyir. Yəni 3 üstü A. Və 3 üstü A-nı elə bir dəfə özünə vursan, yəni 3 üstü A eləyir. Sonra üstünə gəl 2 üstü A-nı da eləyəcək. 2 üstü A üstü 1. Yəni 2 üstü A eləyir. Bərabərdə 35. Daha sonra gəlin A-nı da biri də yazaq 3 bölü 3. Çünki 3'ü də 3'ə böləndə 1 eləyir. Yəni həmən qaydaya gəlir. 2'nin də həmsinə 2 üstü A bölü 3 bölü 3. 2 üstü A üstü 3 bölü 3. Beraber yine 35. Daha sonra 3 üstü A 3 bölü 3 yazabiliriz. 1 bölü 3 vur 3. Yine 3 bölü 3 eləyir. 3 bölü 3 de 1 değil. 3 üstü A üstü 1 de yine aynı rəqəm verir. Burada da 2 üstü A üstü 1 bölü 3 vur 3. Beraber de 35. Sonra ise bayaqki qayda var. Bayaqki dediğim qayda var. Qayda ise A üstü n üstü n bərabərdə A üstü n vur m. O zaman bunu belə yaza bilərik. 3 üstü A vur 1 böl 3. 3 üstü elə olduğu kimi qalsın. 3 üstü A vur 1 böl 3'ün kubu. Sonra burada da həmən kimi A vur 1 böl 3. 3 üstü 3 bərabərdə 35. Şurada A vur 1 A, A'nın 3'e böləndə A böl 3 yaza bilərik. 3 üstü A böl 3 üstü 3. Üstü gelip burada da 2 üstü A böl 3 üstü 3. Bu da olur yine 35. Daha sonra gelin 3 üstü A böl 3'ü x diyək. 3 üstü A böl 3'e x diyək. Çünkü daha da ifade sadələşsin. 2 üstü A böl 3'e de y diyək. O zaman x'in kubu üstü gələk y'nin kubu olur. Bərabərdir 35. Sonra da böyle bir qayda var. Qayda ise A kubu üstü gələk B kubu bərabərdir. A üstü gələk B vur A kvadratı çıx AB üstü gələk B kvadratıdır. Bu şəkildə yaza bilərik. Onda x'in kubu üstü gələk y'nin kubunu da eləyəcək. X üstü gələk y vur x kvadratı çıx x y üstü gələk y'nin kvadratı. O da bərabər olur 35'e. Sonra bunun alabiləcəkləri yəni 35 belə olur da. 35 1 vur 35 kimi yaza bilərik. Başqa 5 vur 7 kimi, 7 vur 5 kimi, bir də 35 vur 1 kimi yaza bilərik. Yəni 4 cür göstərə bilərik. Burada da belə çıxır ki, x üstə gələ y əlbəttə x kvadrat çıx, x y üstə gələ y kvadratından azdır. Çünki elə belə baxsaq, məntiqi cəhətdən x-in kvadratından x y çıxır, üstünə də x y-in kvadratına gəlir. Ona görə əlbəttə bu bundan böyükdür. Ona görə yaza bilərik x üstü y kiçikdir, x-in kvadratı çıx, x y üstə gələ y-in kvadratından. Əgər kiçikdirsə, onda burada birincilər x üstü gələ y təmsil edir. 35, 7, 5, 1 yəni ikincilər də bunu təmsil edir, bu ifadəni. Ona görə də əlbəttə bu x üstü gələ y bu ikinciden balaca olmalıdır. Balaca olanlar 1'den 5'dir. Ona görə bunları yoxlaya bilərik. Amma bunlar əlbəttə olmur. Səbəbi isə 7 5'dən böyükdür. Amma burada kiçik olmalıdır. Burada deyil. 35 1'dən böyükdür. Amma kiçik olmalıdır. Gəlin birinci 1 vur 35 ilə yoxlayaq. 1 vur 35'də x üstü gələ y 1 olur. Sonra da x kvadratı çıx x y üstü gələ y-in kvadratı olur 35. Baxaq yoxlayaq görək, yəni alına bilir. Həmçinin demək istəyirəm ki, bunun natural ədəd olmalıdır. Çünki 3 üstü A üstü gələ 2 üstü 35 verir. Həm cəmi 35'dir, naturaldır. Həm də yəni onun əsası da, əsas 3 ilə 2 də onlar da naturaldır. Ona görə natural tapmalıyıq. Yəni baxaq görək, yəni ola bilər. Burada necə baxa bilərik? X ilə y-in çöldən kvadratı, yəni kvadratı yüksəlir, bir də kvadratı yüksəlir. Eyni şeylər olur. Çünki kvadratı yüksəldəndə, yəni eyni bir şey yüksəldəndə onda yəni eyni olur.
Sonra da belə bir yenə qayda çıxır. Qayda isə a üstə gələk b-nin kvadratı, yəni bunların çöldən kvadratı bərabərdir. A kvadratı üstə gələk 2ab üstə gələk b kvadratı. Onda bunu bu şəkildə yazaq. Yazaq x kvadratı üstə gələk 2xy üstə gələk y-in kvadratı. Bərabər o 1-in kvadratı da 1 eləyir. Sonra isə bu da var, bu tənlik də var. Yazaq. Bir də bunu belə yazaq. X kvadratı çox xy üstə gələk y-in kvadratı bərabərdir 35. Sonra da bunu yenə yazaq. X kvadratı plus 2xy üstə gələk y-in kvadratı bərabər olur 1-ə. Sonra da burada çıxma əməliyyəti baxa görə ola bilər. Yəni x kvadratına bu x kvadrat xy üstə gələk y-in kvadratından bunu çıxmalıyıq. Bunu çıxanda da əlbəttə bu müsbət qalır, amma bu çıxırıq deyib bunların hamısı mənfi olur. Çünki hər biri müsbətdir. Ona görə bununla bu gedir, çünki 0 qalır, yəni 0-da heç nədir. Burada y kvadratla y kvadrat gedir, səbəbi isə çıxanda bu mənfi olur, müsbət mənfilər gedir. Burada isə çıxanda mənfi x, y heç, bu da mənfi müsbətlərində mənfi olur. Yəni olur mənfi x, y üstə gələk, çıx 2xy, o da eləyir mənfi 3xy. Sonra da 35-dən də 1 çıxanda 34 edir. Yəni mənfi 3xy 34-ə bərabərdir. X ilə y-də hasilini tapmaq üçün 34-ü mənfi 3-ə bölünür. Sonra burada da sübut etdik ki, əlbəttə bu olmaz. Səbəbi isə 34-ü mənfi 3-ə böləndə yəni tam ədəd alınmayacaq, natural da alınmayacaq, həm də mənfidir. Yəni belə sübut etdik. Ona görə bu olmur. İndi keçək 5 vur 7-yə. 5 vur 7-ni yoxlayaq. 5 vur 7-ni yoxlayanda da x üstə gələk y olur 5. X kvadratı çıx xy üstə gələk y kvadratı da olur 7. Onda gəlin yenə həmən kimi yoxlayaq. X üstə gələk y-i, x üstə gələk y-in soldan kvadrat yazaq, bərabər olur 5-in kvadratına. Sonra da yenə həmən iki müxtəsər vurma düsturundan istifadə edək. Yəni x kvadratı üstə gələk 2xy üstə gələk y-in kvadratı olur 5-in kvadratı da 25-dir. Sonra yenə həmən kimi burada çıxma əməli aparaq. Onda bundan bunu çıxırıq. Yəni x kvadratı çıx xy üstə gələk y-in kvadratı bərabərdir 7. Bunu da yenə köçürək. Bərabərdir 25-ə. Sonra yenə çıxma eləyək. Yəni çıxaq. Çıxanda da yenə bu müsbət qalır, bunda mənfi qalır. Ona görə bunlar sıfırlar gedir. Burada da müsbət qalır, burada mənfi olur. Bunlar da gedir və burada da bu mənfi olur ki, yəni həmənki üsullandır. Mənfi x y-dən 2xy çıxırıq. Olur mənfi 3xy. Və 7-dən də 25 çıxanda mənfi 18 olunur. Onda x, y-də tapmaq üçün mənfi 18-i mənfi 3-ə bölürük və bilirik ki, mənfi ilə mənfi böləndə müsbət alınır. Mənfi 18-i mənfi 3-ə böləndə 6 alınır. Yəni bu da müsbət alınır. Ona görə də əlbəttə bu sayılacaq, yəni olacaq naturaliyətdə də olduğuna görə. O zaman burada x üstə gələk y-ə 5 dedik. X vur y-ə də 6 dedik. Buradan çıxır ki, y bərabərdir 5 çıx x-ə, səbəbi isə bu toplananda bu da cəm olur. Məsələn, namənin toplanan tapmaq üçün 5-dən, yəni cəmdən mənim toplanan çıxmalıyıq. Ona görə belə yazdı. Y-i 5 çıx x yazdıq deyə, onda y-in əvəzinə bunu yazdıq. Yəni x vur 5 çıx x olur 6. Sonra da vurub yəni atmalıyıq. X-i 5-ə vuranda 5x eləyir. Sonra x-i x-i vuranda x-in kvadratı eləyir. X kvadratı bərabər olur 6-ya. Daha sonra gəlin belə yazaq. 5x çıx x-in kvadratı 6-ın bərabərliyin sağına keçirir. Onda mənfi olur. Çünki həmişə digər hissəyə keçirəndə öz işarəsini dəyişir. Bu müsbətliyə mənfi olur. Mənfi 6 bərabər olur 0-a. Daha sonra gəlin burada hər birinin mənfiyə vuraq. Mənfi 1-ə vuraq. Mənfi 1-ə vuranda müsbət mənfiyə deyəndə olur mənfi. Mənfi 5x. Mənfi də mənfiyə deyəndə müsbət olur. X-in kvadratı. Sonra da burada da mənfi deyəndə olur nə? Üstə gələk 6. Bərabər olur 0. Əslində belə yazdıq, amma bunun daha asan yolu üçün bunu dəyişdirməliyim. Məsələn, 5x çıx x-in kvadratı 6 deyilər. Onda bunu mənfi x kvadratı üstə gələk 5x kimi də yaza bilərik. Onsuz da 5x çıx x kvadrat olur. Bərabərdir 6. Sonra bunu belə yazmalıyım. Mənfi x kvadratı üstə gələk 5x 6 bərabərliyin soluna keçirək. Çıx 6 bərabər 0. Hər birini mənfiyə vuraq mənfi 1-ə. Onda müsbət olur. X-in kvadratı mənfi olur. Çıx 5x. Müsbət olur 6. Bu da 0 da elə, yəni özündən mənfinin və müsbəti. Ona görə elə 0 qalır.
Hansı mənfi ilə müsbət eyni ədəd toplayanda əks ədədlər 0 eləyir. 0 üstə 0 gələndə 0. Ona görə belə qalır. Sonra da x kvadratı buradan yazaq. Burada x kvadrat çox 5x üstə gələk 6-nı bura götürək. X kvadratı çox 5x üstə gələk 6 bərabər 0. Daha sonra gəlin bunu belə yazaq. X kvadratı çox 5x 2x üstə gələk 3x kimi yaza bilərik. O zaman yenə 5x edir. Üstə gələk 6 bərabər 0. Sonra da məsələni açaq. X kvadratı çox mənfi müsbət deyəndə mənfi 2x, mənfi müsbət deyəndə yenə mənfi olur 3x. Çox 3x üstə gələk 6 bərabər 0. Yəni burada x-lər mətrəz xaricinə çıxaraq. Bu əlbəttə x vur x-dir. Mətrəz xaricinə çıxaranda başqa x qalır. Sonra çıxırıq. Burada da x-i mətrəz xaricinə çıxardığımıza görə, burada olduğuna görə 2 qalır. Daha sonra çıxmadır. Burada da gəlin 3-ü çıxardaq. 3-ü çıxardanda da burada x qalır. Burada da üstə gəl olmur, mənfi olur. 3-ü çıxardanda 2 olur. Səbəbi isə mənfi edəndə müsbət olur. Ona görə yazmamalıyıq. Bəzi anlar xəta edə bilərik. Sonra burada yenə x çıx 2 ilə x çıx 2 qalır. Bunlar mətrəz xaricinə çıxaraq. X çıx 2 və x-dən də 3 çıxırıq. Yəni o zaman x çıx 3 bərabər olur 0. Burada da əlbəttə x çıx 2-ni də 0 götürməliyik. X çıx 3-dən. Lakin burada 2 fərqli qiymət alınır. Burada x-in birinci qiyməti olur 0 üstə gələ 2, 2. X-in ikinci qiyməti də olur 0 üstünə 3 gələndə 3. Bunlardan biri doğrudur və ya yanlışdır. Sonra x-in birinci qiymətini 2 tapdıq. Sonra burada da yazmışdı x üstə gələ y5. X-in birinci qiyməti 2-dirsə, y-də olur neçə? Y-in birinci qiyməti olur 3. Burada da bu 3-dürsə, onda bura 3 yazırıq. Y-də olur əlbəttə 2. Y-in də ikinci qiyməti 2-dir. Sonra burada baxırıq. Bunlardan biri əlbəttə səhvdir. Səhv və ya düz olduğunu yoxlamaq üçün. Burada bayaq nə demişdik? 3 üstə a bölü 3 bərabərdir x, 2 üstə a bölü 3 bərabərdir y. Ona görə gəlin buradan yazaq. 3 üstə a bölü 3 x yazır. Gəlin ən birinci x-in birinci qiymətləri yoxlayaq. X-in birinci qiyməti 2-dir. Burada 2 olur. Sonra da y yazaq da. Y-də nə idi? 2 üstə a bölü 3. Y-də nə demişdik? 3 demişdik. Burada da lakin görürük biz əlbəttə natural ədədlər demişdik. Burada da görürük ki 3-ün üstünə hansısa bir qiyməti qoyub ki 2 olur. Amma daha da azalıb. Daha da natural ədəd olması üçün əgər natural ədədsə onda çox olmalıdır. Amma burada azalıb. Burada da çoxalıb amma başqa bir səbəblə. Məsələn 2-nin kvadratı olsa 4 olardı. Amma burada hansısa bir natural ədədi qoyanda 3 alınmır. Ona görə bunlar əlbəttə qəbul edilmir. Ona görə x-in hardadır? X-in və buradaydı. X-in birinci qiyməti və y-in birinci qiyməti sayılmır. Keçək bunu yoxlayaq. X-in ikinci və y-in ikinci qiymətlərini. Burada həmənki kimi 3 üstə a bölü 3 olur. X-in ikinci qiymətini 3 demişdik. Y-in də ikinci qiymətini, yəni 2 üstə a bölü 3. Y-də nə olur? 2 olur. Burada da əlbəttə alınır. 3-ün üstünə hansısa bir qiyməti qoyub ki 3 olur. Əlbəttə 1 qoymalıdır ki 3 üstə 1 3 olsun. Burada da 2 üstə a bölü 3-ə 2 alınır. Onda a bölü 3 əlbəttə 1 olmalıdır. Hər ikisində də a bölü 3 1 çıxır. O zaman a-mızda tapırıq 3. Bizdən şərtdə a-nı tapın deyirdi. A-mızda 3 tapdıq. Sonra da yəni bunu sübut etmək üçün yerinə qoyub yazaq. Burada nə idi? 3 üstə a bölü üstə gələ 2 üstə a. A-nı 3 tapdıq. O zaman 3-ün kubu üstə gələ 2-nin kubu bərabər olur 35-ə. 27 üstə gələ 8 əlbəttə olur 35. Yəni düz tapmışıq. Bunun yəni riyazi üsul qaydası, yəni izahı, full izahı belə olur. Videomuz bura qədər idi. Sağ olun.